biz indi bullying deyirik, zorbalıq deyirik. Bəli. Məktəbdə şagirdlərin aldığı travma qədər dərin travma bəlkə də heç yerdə almır. Ona çox ciddi yanaşmalıyıq. Əslində bu sahədə maarifləndirmə daha geniş olsa çox gözəl bir iş olardı. Hər bir məktəbin belə deyiləkən psixoloqu var. Ola bilsin ki, şagirdlərin sayına görə psixoloqlar azdır. Mən də maraqlanıram bu sahə ilə. Çünki məktəblinin aldığı travma, məsələn psixoloqlar biz indi danışırıq, görüşürük insanlarla. Həddindən artıq çoxdur. Və hətta uşaqlar daha çox qəddar olurlar. Uşaq tərəfindən, şagirdlərin bir-birinə olan zorbalığı, bullyingi deyək. Ondan sonra müəllim tərəfindən olur. Hətta ağır bir söz insan yəni həmin uşağı böyük bir travmaya gətirib çıxardır. Mən bir pasiyentlə işləmişdim. 4-cü sinifdə olan bir travma, artıq bir söz, sən bura layiq deyilsən, sən kənarda qal deyilən bir ifadə o gəncə o qədər ağır təsir eləmişdi. Hətta 19 yaşında da gəlib həm ifadəni yenidən təkrar eləyir ki, mən ondan sonra deyir, həyata qarşı tamam küsmüşəm. Görün, o qədər ağır. Yəni, bütün müəllimlər, məktəb kollektivi, şagirdlərin keçid yaşını da nəzərə alsaq. Tədris öz yerində, amma psixoloji cəhətdən uşaqların yetişməsinə hamısının rolu var. Hamı onlarla, necə deyərlər, əlbir olmalıdır. Məktəb psixoloqu ilə, məktəb direktoru, hamı uşaqların bu travma alma məsələlərində biraz diqqətli yanaşsalar daha yaxşı olardı.